DİM informatika toplusundan ətraflı yazı tələb edən tapşırıqlara baxaq. 101-ci suala birinci baxaq. Deyir ki, daxil edilmiş n ədədinin AB parçasının sağında, solunda və ya daxilində olduğunu yoxlayın. Proqramı Python dilində yazın. Nümunə olaraq bizə burada nümunələr verib. Bizə verib ki, giriş verilənləri 5, 2, 7 daxilindədir. Parça olaraq 2, 7 parçası götürüb. Burada qeyd eləyək. Məsəl üçün 2, 7 parçasında bizə klaviaturadan 5 rəqəmini daxil edib. Həqiqətən də görürük ki, 5 rəqəmi 2, 7 parçasının daxilindədir. Sonra ikinci giriş verilənləri olaraq -7-ni verir. -7-ni baxırıq 2, 7 parçasında görürük ki, -7 2, 7 parçasının daxilində yox, sol hissəsində yerləşir. Yəni solda yerləşir mənfi olduğu üçün. Bir də 2, 7 parçasını verib, eyni zamanda klaviaturadan 15 ədədini daxil edib. Və parçanın baxan zaman görürük ki, 15 ədədi 2, 7 parçasının sağında yerləşir. Yəni onun daxilində deyil. Biz də bunu Pythonda elə bir proqram qurmalıyıq ki, bizə klaviaturadan daxil elədiyimiz istənilən ədəd bu üç şərti ödəsin. Bunun üçün nə edirik? Hər hansı bir daxil edilmiş n ədədi dediyi üçün şərtdə. Yəni biz şərtdə n ədədindən istifadə edəcəyik. Bilirik ki, Pythonda ədədin daxil edilməsi üçün int funksiyasından istifadə olunur. Ədədimizi klaviaturadan daxil ediriksə, int input funksiyasından istifadə edəcəyik. Yəni, n ədədini daxil ediriksə, n bərabərdir int input şəklində bu formada yazacağıq. Bunun mənası, yenə qeyd edirəm, klaviaturadan ədədin daxil edilməsi deməkdir. Bizdə AB parçası verdiyinə görə, AB parçasını da biz klaviaturadan, yəni A-nın A ədədində daxil eləməliyik, B ədədində daxil eləməliyik. Eyni qaydanı bura yazırıq. A bərabərdir int input, yəni klaviaturadan AB-ni daxil eləyək. B bərabərdir int input. Bu formada həm bizim n ədədini və AB ədədlərini daxil eləmiş olduq. İndi burada biz şərt olduğu üçün if şərt operatorundan istifadə edəcəyik. Şərtimiz necə olacaq? Yazacağıq if, yəni əgər birinci yazaq solunda yerləşən ədədi -7-ni, sonra yazaq, yəni bunun fərqi yoxdur, hər hansı birini biz yaza bilərik burada. Mən soldan başlayıram, -7 ədədi yazıram. Bizim də klaviaturadan daxil elədiyimiz n ədədi. Əgər kiçikdirsə A-dan. Niyə A-dan yazıram? Yəni -7 ədədi kiçikdirsə 2-dən. Bizim parçamızın A ədədi 2 idi, tutaq ki. 2-dən kiçikdirsə, yəni solunda yerləşən ədəddən kiçikdirsə, daxil elədiyimiz ədəd. Onda bizim şərtimi, belə deyək, çapa, çıxışa, print yazacağıq solundadır. Yox, əgər digər şərtləri eliflə verək, eliflə bilirik ki, if, elif bu formada ən sonda else kimi yaza bilərik. Yenə elifə də növbəti bir şərt verək. Növbəti şərtimiz olsun. Biz soldan başlamışdıqsa, elə daxilindəkini götürək, ən sonda da sağdakini yazaq. Yəni, bu formada ardıcıl şəkildə yazaq. Elif, n daxilində olması üçün biz bura nə yazmalıyıq? N kiçikdir və yaxud da bunu da yaza bilərsiniz. Tutaq ki, elifə n böyükdür, yəni fərqi yoxdur, hər hansı birini götürüb yazmaq olar. Ya kiçikdir B yaza bilərik, ya da böyükdür B yaza bilərik. Kiçikdir B yazsaq daxilində yerləşəcək, böyükdür B yazsaq, tutaq ki 7-dən böyükdür. Bizim daxil elədiyimiz ədəd 7-dən böyükdür.
7-dən böyükdürsə, onda yaza bilərik print sağındadır və yaxud da ardıcıl yazmaq istəyiriksə, yaza bilərik. Tutaq ki, daxil elədiyimiz ədəd kiçikdir B-dən. 5 belə deyək də B-dən kiçikdirsə, onda daxilində yerləşəcək. Tutaq 7-dən kiçikdirsə, daxilində yerləşəcək. Deyə bilərsiniz ki, tutaq ki, 7-dən kiçik götürürəm -7, -15 ədədini. -15 də 7-dən kiçikdir. Niyə görə bura icra olunur? Ona görə ki, artıq siz -15 daxil eləmişsinizsə, birinci elif icra olunacaq və avtomatik olaraq solundadır yerləşəcək. Solundadır əmri icra olunacaq. Amma en kiçikdir B, print daxilindədir yazsaq, print daxilindədir. Onda, yəni 7-dən kiçik, hara kimi, 2-yə kimi olan ədədlər elif şərtin olan ədədlərdə elif şərti icra olunacaq. Yəni onu o formada da, yəni biz bu formada da yaza bilərik ki, elif hər iki forma doğrudur. En kiçikdir B şərti ödənirsə, print ardıcıl gediriksə daxilindədir. Bunun əks haldasını versək, əks halda else-lə veriləcək. Else, artıq else şərt yazmağa ehtiyac yoxdur. Sonuncu printimiz, print yazırıq, sağındadır. Sağındadır. Bu da olacaq bizim 101 nömrəli ətraflı yazı tələb edən sualımızın həlli. Keçək ikinci sualımıza. Bunu təmizləyək buradan. İkinci sualımızda şərt olaraq deyir ki, 2-dən böyük en natural ədədi daxil edilmişdir. Şərt özü verir ki, en natural ədədi böyükdür 2-dən. Daxil edilmişdir. En ədədindən əvvəlki cüt ədədi çap edən proqramı Python dilində yazın. Məsəl üçün, 2-dən böyük, tutaq ki, hər hansı bir 8 ədədi mən daxil eləmişəm. Böyükdür 2-dən. En ədədindən əvvəlki cüt ədəd nəzərdə tutursa, onda 8-dən əvvəlki cüt ədəd olur 6. Və en ədədindən əvvəlki cüt ədəd deyirsə, bilirik ki, cüt ədədlər arasında 2 vahid fərq var. Onda həmin en ədədi, əvvəlki ədədi nəzərdə tutursa, əvvəlki ədədimiz olacaq əvvəlki ədəd. Əvvəlki cüt ədəd. Ədəd olacaq n-2. Əgər n cütdürsə. Əgər n ədədi cütdürsə. Amma biz n-i daxil edirik və bilmirik axı n cüt ədəddir, yoxsa tək ədəddir. N-in tək olma ehtimalı da var. N tək ədəd ola bilər. Məsəl üçün 9 ədədi böyükdür 2-dən. 9-dan əvvəlki cüt ədədi isə 9 minus 1-dir. Yəni n-1 olacaq cüt ədəd. Əgər onda bizdə şərtdə n tək olsa, n-1 icra olunmalıdır. Bunu proqramını yazmış olsaq, yenə yazaq. N ədədini klaviaturadan daxil eləmək üçün n int input qeyd etməliyik. N ədədini daxil etdik. Şərt qoyuruq. Əgər şərtimiz necə idi? N böyükdür 2-dən. Bir də bura və şərti, and bilirik ki, və deməkdir. Və nə işə yarayırdı? Şərtin hər iki hissəsi doğru olduqda şərtimiz icra olunurdu. Hər iki hissə doğru olmalıdır və şərtimizdə n-in tək və ya cüt olduğunu biz burada qeyd eləməliyik. Şərt qoyuruq ki, n böləndə 2-yə qalığımız 0-a bərabər olarsa, deməli bu ədəd cüt ədəddir. Yəni
hər hansı ədədi 2-yə böləndə qalığımız 0-a bərabərdirsə, həminə də cüt ədəd olur. Onda print cüt ədədlərdə biz deyirdik ki, 2 vahid fərq var arasında. Onda printin içərisində yazmalıyıq. n-2. Əks halda else yazmalıyıq. Tək ədəddirsə print n çıxılsın 1. Yəni tək ədəddən biri çıxanda ondan əvvəlki cüt ədəd alınır. Bu istənilən n ədədi üçün bu proqram doğrudur və doğru şəkildə icra olunacaq. Yəni yenə istənilən qiyməti versə, əgər cüt ədəddirsə birinci şərt icra olunacaq, tək ədəddirsə ikinci else şərti icra olunacaq. Bu da bizim ikinci misalımızın həlli. Daha doğrusu proqramımızın yazılış forması. Keçək 103-cü sualımıza. 103-cü sualda nə qeyd eləyir? Ona baxaq şərtimizə. Klaviaturadan daxil edilən 4 rəqəmli natural ədədin ilk 2 rəqəminin və son 2 rəqəminin olduğu ardıcıllıqla əmələ gətirdiyi ədədlərin bir-birinə bərabər olub-olmamasını müəyyən edən proqramı Python dilində yazın. Yəni burada bizə giriş ədədləri verib, yazıb 1212 və əgər şərt bundan ibarətdir, 4 rəqəmli ədəd daxil edirik. Bizim daxil elədiyimiz 4 rəqəmli ədəd natural ədəd dediyi üçün biz mütləq şəkildə burada moduldan istifadə etməliyik ki, ədədimizin natural ədəd olduğu bilinsin. 4 rəqəmli natural ədədin ilk 2 rəqəminin və son 2 rəqəminin olduğu ardıcıllıqla ilk 2 rəqəmi 12, son 2 rəqəmi 12. İlk 2 rəqəmi bərabərdirsə son 2 rəqəminə, yəni 12 bərabərdirsə 12-yə, onda bizə çıxışa bərabərdir. Yəni birinci hissə ikinci hissəyə bərabərdir veriləcək. Sonra bir fərqli ədəd verib 5665. Baxırıq ilk 2 rəqəmi son 2 rəqəminə bərabər olmadığı üçün bizə çıxışa bərabər deyil şərti veriləcək. Yəni bunlar icra olunacaq. İndi bunu proqramını təşkil eləsək, proqramı yazan zaman qeyd eləyək. Birinci bizə verilən 4 rəqəmli ədədi daxil eləyək. Ona da n ilə işarə eləyək. N bərabərdir int input, yəni ədəd daxil eləmək üçün mütləq şəkildə int funksiyası input klaviaturadan daxil eləmək deməkdir. Yəni daxil elədik. N-in natural ədəd olduğunu göstərmək üçün n bərabərdir, belə deyək də, hər hansı bir n də yazmayıb, ABC də yaza bilərik, hər hansı bir işarə eləyə bilərik. Tutaq ki, yazaq, elə n yazaq, n bərabər olsun, ABC-n. Bu nə deməkdir? Yəni, n ədədini biz modulda göstəririk. Bizə klaviaturadan mənfi tutaq ki, 1212 ədədi də daxil eləyə bilər. Mənfi ədəddə daxil eləyə bilərik. Int tam ədədlər deməkdir. Tam ədədlərin içərisində həm mənfi ədədlər gedir, həm müsbət ədədlər gedir, həm də 0 gedir. Ona görə də, yəni biz bunu ABC-n kimi modulda veririk ki, müsbətə çevirsin. Bunu yazdıqdan sonra bizim burada verilmişdi 1212. Bizim ilk iki rəqəmimizi tapmaq üçün biz nə edirik? Burada bölmə əməlindən istifadə edəcəyik. Hər hansı bir dəyişənə, A dəyişəninə mənimsədirik, verilən ədədimizi 100-ə tam bölürük. Tam bölmə qaydası necə idi? 1212 ədədini 100-ə tam böləndə, yəni bu 1212 ədədinin içərisində 100 neçə dəfə yerləşir? Neçə tam olaraq yerləşəcək? 12 tam olaraq yerləşəcək. Bizə cavab, yəni burada 12-ni verəcək A şərti. B şərtində isə eyni n ədədini, daxil elədiyimiz n ədədini, daha doğrusu faizlə bölək. Faizlə böləsiyik 100-ə. 1212 ədədini 100-ə böləndə qalığımız neçə olacaq? 12 olacaq.
Ona görə də faizlə yazırıq, qalığımız olsun 2. Və şərtimizə keçirik. Şərtimiz nədən ibarətdir? If bizə demişdik, birinci hissəmiz, A hissəmiz bərabər olsa, ikinci hissəmizə, yəni ilk 2 rəqəmi bərabər olsa son 2 rəqəminə bizə nə icra olunasıydı? Print icra olunasıydı. A-B də yaza bilərik. Tutaq ki, A virgül B yazaq, bərabərdir. Bərabərdir. Əks halda else şərti veririk. Print A-B bərabər deyil. Bərabər deyil. Bu formada proqramımızın həllini yazmış oluruq. Yəni sadə, əslində belə baxanda biraz çətin kimi gələ bilər, amma oxuduqca, şərhlərə baxdıqca görürük ki, sadə bir proqramdır.